Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. Bu fikirləri Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə zirvə görüşündə bildirib. Görüşdə Azərbaycan, Türkiyə və Pakistan arasındakı əməkdaşlıq məsələlərindən də danışılıb. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bugün bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev hər üç ölkə arasındakı hərbi əməkdaşlığa da toxundu. Bildirdi ki, hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Prezident İlham Əliyev Azərbaycanın daim qardaş Türkiyə və Pakistanın yanında olduğunu dedi. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk silahla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan, Türkiyə və Pakistanı ortaq ideyaları paylaşan üç qardaş ölkə adlandırdı. Sevgi, saygı ve güvene dayanan aynı medeniyet ikliminden beslenen ortak idealleri paylaşan üç kardeş ülkeyiz. Yaklaşık 350 milyon nüfusa ve 1,5 trilyon dolar ekonomik büyüklüğe sahip ülkelerimizin aralarındaki bağı daha da güçlendiriyoruz. Birlikteliğimizi stratejik bir ortaklığa dönüştürme yönündeki her adımın arkasında olduğumuzu bilhassa vurgulamak istiyorum. Türkiyə Prezidenti bildirdi ki, Laçın Beynəlxalq Hava Limanı bölgənin dünya inteqrasiyasına önəmli töhfə verəcək. 30 yıl işgal altında kalan Azerbaycan topraklarının özgürlüğüne kavuşmasıyla birlikte artık bölgenin istikrar, refah ve kalkınmanın odağı haline gelmesini arzu ediyoruz. Sabah açılışını yaptığımız Laçin Havalimanı'nın bölgenin uzun yıllardan bu yana hasret kaldığı kalkınmaya ve dünya ile entegrasyonuna önemli katkısı olacağına inanıyorum. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də öz növbəsində bildirdi ki, ölkəsinin Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz keçilməz qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əziz qardaşlarım, əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək. Baş nazir Azərbaycanı beynəlxalq müstəvidə güclü mövqeyə malik ölkə adlandırdı. Azərbaycan xalqı öz azadlığı uğrunda çox ciddi mübarizə apardı və siz bugün beynəlxalq müstəvidə də güclü mövqeyə maliksiniz.